Salam hamiyə dostlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm yaxşısınız. Bu vlog biraz fərqli bir vlog olasıdır. Bu günə qədər heç olmayan bir vloglardan olasıdır. Toya gedəsiyıq Moskvada. Axı ki 6 ildir Moskvada yaşayıram. Bir dənə toy tapa bilmədim ki durum geyim, oynayayım məsələn üzərim. Bir Moskvada da təhər toy keçirirlər. Onu da olsa görək. Amma axı ki toya dəvət eləyən oldu. Çox şükür. Düz Azərbaycanlılardır. Amma yenə də Moskvada yox da təhər olur da. Bilmirəm, heç görməmişəm, eləməmişəm. Ümid edirəm Rusların da toyuna gələcəyik gələcəkdə. Bu ilə yəni ayağımızı açaq, siftə eləyək, ümid edirəm dalında gələcəyik. O üçün bu videonu çəkirəm ki, gəlin bu toya bir yerdə hazırlaşaq. Toyda nə kadrları çəkəsiyəm təbii ki. Deməli biraz qrip yox əslində. Uca sağalmışıq demək olar. Bir neçə gündür ki xəstə idim. Dedim ki, nətə olası toyda da geyənmərəm, eləyənmərəm, o qədər gözlə, axı gidəm, toy tapına da gedəmmə. Allahdan tez bir zamanda o dərman, bu dərman özümü tez bir zamanda sağaldım, bildim çox şükür. O üçün bugün mağazalara baxmağa geyəsi yox, yəni paltar baxmaq istəyirəm, bilməm, evdəki şeylərdən giyinmək istəməm, evdəki paltarlarım çox belə dəbdəbəlidirlər. Bəziləri də çox sadədirlər. Bilməm, o üçün qərar verə bilmədim. Ona görə dedim, qoy mağazalara baxım. Mağazalarda bir şey varsa daha qəşəng bir şey alaram bəlkə. Ona görə də gəlin indi gedək bir yerdə mağazaya. Sonramda toy günü də, hələ toy günü də ölür. Yəni anladığınız qədərilə. Bir neçə gün sonramda toy. Əvvəlcəyik alışverişə. Sonramda gələrik toy vloguna davam edərik. Görək nə alası yox, nə tapası yox, nə də hazırlaşası yox. Getdik. Gəldim, bir neçədən don denedim. Biri bu idi, biri bunun qarası idi. Və bir dənə də bu idi. Biraz uzun formalarda bir tərəfi gödəkdir, bir tərəfi uzun. Bu, bək düşdü. Bu enimə olmadı, qəşək demək olar, bəyənmədim. Arxa tərəfi də açıq idi. Əslində bu qara xoşuma gəldi, onda razmeri yoxdur. Vlog çəkirəm. Bu qara xoşuma gəldi, onda razmeri yoxdur. Maalesef çox qəşəngdir. Bunun qarası da təsəvvür edin. Çox şık görsənir. Yəni şık deyəndə belə çox qohum ən yaxın qohum toyuna geyilməli olmasa da biraz uzaq adamın toyuna giyməkdən ötürü superdir məncə. Amma olmadı daha nağaraq. Bu arada bu təzə mağazadır. Mag Zara'nın yerində açıldı. İmat neçədir? 5 milyon bu. Qəşəkdir. Şimdi burada mağaza əslində Zara ilə deyirlər, heç bir bağlılığı yoxdur da, burası Zara mağazalardan anahtarlarda işlədirlər. Amma buradakı paltarlar daha çox xoşuma gəldi mənə, inşi Zara'dakılar. Mən Zara'dan idim də yəni, cücbələr bir şey tapırdım, amma burada bayağı bir qəşək bir şeylər var. Bunlar yox, təbii ki. Amma o tərəflərdə var idi, orada çıxırıq ki, daha çəkmirəm, dəqiq etmirəm onu. Ciyaq görüm, 5 qan yerində nə açdılar. Valet bizim stradiyumuzdur. O mağazanın adını da zaten diyemmedim. O vaxtdan. Hələ də diyemiyorum, Allah'tan da işlədim. Nədir? Ekro bura, Beşkadır tipa. Orada dabdı nədirsə, o da Pull&Bear var idi orada. Onu o eləyiklər. O şimdi yaxşı yox, havda nə var? Belə şeylər var. Hamısı bu tipli donlardır. Mən bundan almışam fan deyilən 500 rubla. Ay Ekru'da 700 rubuldur. Bayaq giydiyimiz magda da idi. 1200, 1590 rubl idi, 1600 idi option. Belə fərqlər eyni şeydir. Burada ama toyluq heç nə yoxdur. Yay şeylərdir. Çıxaq, ciyaq. Selam. Deyən kimi mübarət edəyəm, kalbimi çaldılar, qaşlı şeylər. Əslində mən baxabda da var Allaha. Mən niyə belə qaşlı şeylər boş deyiləm yenə? Amma mən özümə shopping shopping eləmirəm özümə deyib. Par. Heç nə yoxdur, hamısı qara, mağuşun şeylərdir. Bu mağaza həmişə rəhli şeylər olur da, bir dənə rəhli şeylər orada da, orada cəhray, başqa rəng yoxdur. Qəşək deyirlər amma. Ulan, bəyənmədim. Bir dənə qaşlı şeyləri çıxmaqla başqa şeyləri bəyənmədim. Qəşək şeyləri qoydular qapıya. Mənə kimlərlə qaşlı maşlı. Amma arxa tərəfdə heç nə yoxdur yəni, olan tablardır. Bu da dub mağazası, dublu dabdı, biləmədik. Belə bir şeylər var. Maraqlıdır. 1600 rubla.
Toxunma şeylərdir burada daha çox. Baxın. Ha, ne geçecekti? Şortik. Yufkası. Hafız. Tətiləcəyində alıb giyinmək olar. Ama tətilə getmir o. Mən gördüm, bizə lazımdır. Rəhləri var mı? Bir ümid hər şeyə baxıram ki, bəlkə nəsə çıxdı. Ha, bu nə tədir? Qısadır hamısı. Ya çox uzun eləyirlər, ya da çox qısa. Elə mənə. Qəşəkdə öyle. Qiyməsi də bahadır zaten. Bu toplardan tutmuşam. Burada da 700 buldum. Qiymət fərq eləyirəm mağazaların. Bazarlara bağlayıram o şeyin. Mağın mağazası bağlandı mağın. Bu nə qəşəkdir. Ha. Ben bir şey yanında var. Şeker şeyler var burada. Yaz paltarlar başka hiç ne yoktu. Ciyak. Hı? Yavaş. Ya geçekte öyle. Ciyak cürü xaraca yürüqdən mağazada qutayda işini tapmadım. Stop. Üzüm gülür. İnsifdə qaşlı şeyler var. Buranın qiymətləri yaxşı olur. Bir təzəvvürlə 10.000 dedi ama qiyməti. Çirkiyoruz. İşte başlar. Al paralayacağız. Aa ne geçecekti bu. Bak. 2000 lira bu. Geçecekti öyle. Cücü değdi. İnsikdən də çıxdıq, gəldik, gedək. Stokmandan çox rəhli şeylər var, amma toyluq heç nə yoxdur. Ya şeylərdir də, hər yerdə, hamı nədir? Ötür keçib niyəsə ağı qarıya baxıram. Axı evdəki qara donumu giyinmişəm buradan. Qorxuram ki, bu videonun sonu hüsranla bitəsin. Belə nə şeylər. Qış qurtqalarda əysi olmur əslan. Bu arada yağış yağır, çöldə əməlli başı soyuq var. 10 dərəcədə havamız hal-hazırda. Bu biraz babat bir şeye oxşadı da. Uzundur. 13.000 C. 13.000 Rəhləri də var bu arada. Niyə bileyim? Bahadır o qiymətə. Belə bir mükəmməl bir şey tapdım. O da yəni yaramadı. 2 dənə rozmerin götürdüm. Əsla yaramadı. Çox qəşəkdir. Bir də belə sen götürdüm. Çox qəşəkdir. Bu da yaramadı. Və qiymətlərlə də bir baxaq. 35.000. İşte. Yaxşı yaramadı. Şükür. Bu da bizim Vegas'ın heç gəlmədiyimiz tərəfləri. Normal gəlmir bu tərəflərə. Bu da Letoal vardır, şimdi sol tərəfdə. Heç nə tapmadıq deyil. Bu tərəfə də cavab verir. Yoxdur ama. Heç nə yoxdur. Mağaza, bütün mağazaları gəzdik və heç nə yoxdur. Salam bir daha hamıya. Videonun ortası da olsa bu növbəti günü deyildim. Sizi salamlayıb. Ceyirik toya. Gülhan baxmır mən tərəfə çünki maşın sürür. Deməli, o gün axtaraq heç də tapmadım. Axıda gəldim, gələ öz şüvələrimi tökdüm, yığdım. Özümə qəşək paltar tapdım üzərimizdə. Gülhan mənə eşitmir, neysə. Videoya baxar sonra nə danışmışım. Obşim, ceyirik toya. Yolumuz biraz uzaqdır. 1 saat göstərir yol, 1 saat kesiyor. Sizə də çox lokaldalar çəkəsiyəm. Özüm də lokaldalar çəkəsiyəm. Birazdan pencəklə yubqa giyinmişəm. Oralarda yəqin ki, yüzgü olmamış olmaz. Ya da pinonu veririm, çəkərim məni. Ha, çəksənə. Oy, nə qoyuyor. O şimdi məsələn düzənləndiyimi falan çəkəsiydim əslində. O da elə oldu ki, biraz qarma-qarışıqlıq oldu. Uşaqları bağçaya falan göndərmək lazım idi. Bu arada uşaqları bağçaya qoymuşuq Şeyrək toya. Bağçaya götürənə qədər qaydası yox. Tözə götürəsiyor uşaqları. O şimdi belə, o ara biraz qarışıq oldu deyə çəkəsi olmadı. Belədir, belə ki, yarım üçün. Belə. Ceyrim. Oynama. Evdən deməli sumkamı tapmışam. O hara almışdım? Hava almışdım hava. Hava
Aha bak Saharsa ceyende almıştım. Hele bir tip aparmıştım. Toya ceyende aparılası şeydi valla. Tural ceyen toy değil de. Ha Tural toyun ha. Evet bunu almıştım. İyi de var. Çok bir şeydi öyle. Bayılandı mirvarlı şeyle. Koluma da düzmüşəm, boyuma da düzmüşəm. Ayakkabılarımda mirvarlıdır. Mirvarlar içerisinde. Çok bir şey. Tabi hardan almıştım yadıma gelmir ama çok mükemmel bir şeydi. Yaxanım. Toya hoş gelmişsən. Həmişə toyda. Toy başlamış, hələ gəlmişik. Hələ ha indi gəlmişik. Hələ millət yığılaşır. Evet. Burada televizyonda baksana mısın? Değerli konaklarımız, gelin bu güzel gecemizi sizin dualarınızla ve sizin alkışlarınızla başlayan bir alkışlar seslensin değerli konaklar.
Allah bizim şəhərlərimiz ərmə verəsin, qazilərində şəfa versin. Biz təbii ki, fərq edirik ki, biz Azərbaycanlı minnətlər. Çekemmedim, ev telefonum yok idi oynayanda, neyi var oynadım. Oyna, oynamaya gelmiş o. Oynayalım. Ben de onu değilim, oyna. olsun Azerbaycanımızın şərəflə bir gürültülü alqışlar deyərsin. Təşəkkür edeyim, çox sağ olun. Eşk olsun. Biz sizlərə. Məndən bəyimizin sağlığına, Allah xoşbəxt eləsin.
Yolda da qəşəng Sinon var, ona baxacağam. Sən sürücüsən, ayıq sürücüm yanındadır. Nə alacaqsan? Sinon var, Sinon. Sinoya baxacağam. 1 saatlıq yol var. Evet, buradan. 1 saat. En azından 1 saatte indi baxayım, 1 saatte de akşam yatan da baxayım. Sən də sürərsən. Mən sağ boşda prava almışam. Həvlə vaxtlar üçün, həvlə şeylər üçün almışam. Sağ ol da. Deməli, Üçüncü toyumuzun sonuna gəldik. sonuna gəldik. Toy bitmədi, amma biz biraz əvvəldən çıxdıq. Çünki uşaqları qoymuşuq müəllimə. Ona görə də məcbur yəni uşaqları götürməliyik, uşaqlara çatmaqdan ötürü. Yəni uşaqlara baxan olsaq da əslində nə qədər mafişimiz var idi. Nadir dayı, bir daha xoşbəxtlik arzulayırıq. Oğullu, qızlı olsunlar. Həmişə xeyir işlərə görə. Bütün Azərbaycanımızda, bütün vətənimizdə, bütün millətimizin evində, eşiyində həmişə xeyir işlər olsun. Sağ olun. Sağ olun, gələn görüşlərə. Əskəriniz olun, sağ olun, sağ olun. Sağ olun.